Salam, 8 fevral 2026-cı ildə uğur kurslarında keçirilən buraxılış imtahanı 4, 11 siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız, biri o birinin 5-də 3-ünü təşkil edən 2 natural ədədin əkobu 30-dur. Ədədlərdən biz birinə 3K, digərinə də 5K deyə bilərik. Əkobun da bizə, yəni əkob 3K, 5K 30 verib. 3 və 5 qarşılıqlı sadə ədədlər olduğu üçün əkob onların hasilidir. Yəni 15K-dır bu ifadədə əkob bərabərdir 30-a. K-nı buradan tapırıq 2. Onda birinci ədədimiz 3 2-nin 6 imiş, ikinci ədədimiz 5 2-nin 10 imiş. Bu ədədlərin cəmini soruşur. 6 üstə 10 gələndə 16. Bu ədədin kəsr hissəsini bizdən soruşur. Əvvəlcə 2-ni kökün altına salaq. 2-nin kvadratı 4, 4-ü vururuq 23-ə, bu da verir bizə 92. Təxminən kök çıxarmağa çalışaq. 92-dən kök bir dəqiqə 92-dən kök çıxır təxminən tutaq ki, götürək 9,5. Çünki 10-dan kiçik bir ədəddir. Çıxılsın 9. Bu da bizə verir 0,5. Bu ədədin tam hissəsi deməli 0 imiş. Kəsr hissəni tapmaq üçün ədədin əgər tam hissəsi 0-dırsa, kəsr hissəsi ilə ehtiyac yoxdur, özünə bərabərdir. Yəni 2 kökdə 23 çıxılsın 5. Bir dəqiqə baxaq. Mən burada bir də səhv elədim. Bir dəqiqə. Diqqətli olaq. Bir dəqiqə. Deməli, dedik ki, 9 tam təxminən onda 5 bundan kök çıxır. Çıxılsın 5-dir. Burada mən 9 yazmışdım. 9 tam onda 5-dən 5 çıxanda alınır. 4 tam onda 5. Bu ədədin görünür ki, tam hissəsi 4 imiş. Kəsr hissəni tapmaq üçün isə ədədin özündən çıxmalıyıq tam hissəni. Bu da bizə verir kök altda 92 çıxılsın 9. Yəni 2 kökdə 23 çıxılsın 9B variantı. Vektorlar arasındakı bucağı bizdən soruşur. Biz iki vektor arasındakı bucağın kosinusunu tapa bilirdik. Həmin vektorların skalyar hasili bölünsün uzunluqları hasilinə. Skalyar hasil necə tapılırdı? Uyğun komponentlərin hasillərin toplayırdıq. -1 vur 1. Üstəgəl 2 vurulsun. -1 bölünsün. Kök altında A vektorunun uzunluğu 1-in kvadratı, -1-in kvadratı, 2-nin kvadratı vurulsun. B vektorunun uzunluğu 3-ün kvadratı, 1-in kvadratı, -1-in kvadratı bərabərdir. Buradan alınır 3, çıxılsın 1, çıxılsın 2. Ehtiyac yoxdur məxrəci hesablamağa. Onsuz da bunun surəti bizə 0 verdiyi üçün cavabımız 0-dır. Kosinus alfa 0 olarsa deməli alfa 90 dərəcə imiş. Bu vektorlar perpendikulär imiş. A-nın hansı qiymətində tənli ilə verilən düz xətlər paraleldir? 5x üstəgəl AY bərabərdir 8. İkinci tənliyi biraz düzəliş etsək alınar 4x çıxılsın y bərabərdir -3. Ax plus by bərabər s şəklində yazsaq. Düz xətlərin paralellik şərti buydu da bucaq əmsalları bərabər olmalı idi. Və yaxud həmin düz xətlərin uyğun tənliklər sisteminin həlli olmamalı idi. A1-in A2-yə bərabərdir B1-in B2-yə fərqlidir S1-in S2-yə. Buradan da A-nı biz tapırıq. Deməli, -5 bölünsün 4. Yəni D variantı. 4 A bərabərdir 5. 5-i bölürük 4-ə. Bu ifadəni sadələşdirək, qiymətini tapaq. Birinci mötərizənin cavabı bizdə 5-də 4-dür. İkinci mötərizənin cavabı 6-da 5-dir. Növbəti 7-də 6-dır. Növbəti 8-də 7-dir. Və burada bir neçə əlavə vuruq var. Sondakı 20-də 19-dur. Burada uyğun ixtisarları görürük biz. Hamısı ixtisar gələcək. Hətta 19 da özündən əvvəlki 19-da ixtisar gələcək. Qalacaq 20-də 4. Yəni 20 məxrəcdədir, 4 surətdədir. Bu da bizə 5-də 1 verir C variantı. İfadəsində vurğu kök işarəsi altına salın. Burada maraqlıdır, diqqətli olaq harda. Kökün içərisində mənfi var. Cüt dərəcədə kökün içərisində mənfi var. Onda buradan belə çıxır ki, 3 bölünsün B, yəni buradakı B özü mənfi imiş. İşarəsi B-nin mənfidir ki,
kökün altında mənfi ədəd müsbət yaranıb və qaydaya qayıdırıq. Əgər kökün xaricindəki ədəd mənfidirsə, onu kökün altına salanda mənfi qalır kökün xaricində. B-nin kvadratın vururuq içəriyə. Yəni bu şəkildə. Bu da olur mənfi. B ilə B ixtisar gedir, qalır mənfi 3B. Mənfi kök altdan mənfi 3B. Yəni C variantı. İfadələrdən hansının qiyməti müsbətdir? Hansının qiyməti müsbətdir? Kosinus 2. Burada dərəcə yoxdur. Bu radiandır 2. Burada 2 radian olduğu üçün 1 radian təxminən 57 dərəcədir deyə burada kosinus 2-ni 57-yə vursaq 2 vur 57 olur 114 dərəcə. Yəni bu ikinci rübün bucağıdır. Kosinus da ikinci rübdə mənfidir. Sıfırdan kiçikdir. Bizdə müsbətləri soruşur. Kotangens 1. 1-i 57-yə vursaq bu olur kotangens təxminən 57 dərəcə. Birinci rüb bucağıdır, müsbətdir. Sinus 150 dərəcə ikinci rübdür, 150 dərəcə. Sinus ikinci rübdə müsbətdir. 216 dərəcə üçüncü rübdür, 180 ilə 270-in arasıdır. Kosinus üçüncü rübdə mənfidir. Tangens 300 dərəcə dördüncü rübdür, tangens dördüncü rübdə mənfidir. Müsbətlər hansılar oldu? Deməli 2 və 4 C variantı. 300 ədədini 2 hissəyə elə bölün ki, birinci hissənin 60%, ikinci hissənin 40%-nə bərabər olsun. Elə 300 ədədini 2 hissəyə elə bölün ki, yəni birinci ədəd x olsa, ikincisi 300 daha doğrusu 300 çıxılsın x şəklində olacaq. Birinci hissənin 60%, yəni x-in 60%, 300 çıxılsın x-in 40%-nə bərabər olur. Yüzlər ixtisar gedir və sıfırları da burada ixtisar aparsaq, yəni hər tərəf 10-a bölsək, alınar 6x bərabərdir 1200 çıxılsın 4x, 10x bərabərdir 1200, x elədi 120. Bizdə bir ədəd oldu 120, digər ədəd isə 300-dən 120 çıxanda 180. Böyük ədədi soruşur, cavab 180. Burada biz 6-nı kök altda 6-nın kvadratı kimi fikirləşsək, onda bu kəsirin surəti x çıxılsın kök altda 6, x üstə gəl kök altda 6 şəklindədir. Məxrəc x plus kök altda 6. İxtisar aparsaq, cavab x çıxılsın kök altda 6 A variantı. Variantlar bir-birinə oxşuyur, diqqətli olaq. Növbəti, tangens alfa plus betanın açılış qaydasından istifadə edərik burada. Qaydamız belə idi. Birincinin tangensi üstə gəl, ikincinin tangensi bölünsün, 1 çıxılsın. Bunların tangenslərinin hasili bərabərdir 5-ə. Tangens 45 dərəcə 1-dir, üstə gəl tangens alfa, bölünsün 1 çıxılsın. Tangens 45 yenə 1-dir, tangens alfa bərabərdir 5. Çarpaz vursaq, alınar ki 1 plus tangens alfa bərabərdir 5 çıxılsın 5 tangens alfa. Tangens alfaları bir tərəfə aparsaq 6 tangens alfa bərabəri 4-ə. 5-dən 1 çıxdıq. Buradan alınır tangens alfa bərabərdir 4 böl 6. 2 ixtisar getsə, yəni 3-də 2. C variantı. 41-ci sual. Fx funksiyası -4 parçasına təyin olmuş tək funksiyadır. F3 3-dür. Onda bu ifadə bərabərdir. Tək funksiya anlayışı var burada. Tək funksiyada bizim qaydamız var ki, f0 0-a bərabərdir. Cüt funksiyada yox, yalnız tək funksiyada. Onda f0-ın yerinə 0 yazırıq. 2 vurulsun f3. F3-ün qiyməti bizdə 3-dür. Çıxılsın 3 vurulsun. Əgər tək funksiyadırsa f3 3 olarsa, onda başa düşək ki, f-3 -3-ə bərabərdir. Mənfisi qarşıya gəlir. Yəni buradakı f-3 bizdə elə -3 imiş. Oldu 3 vurulsun. İkinci mötərizədə 2 3-ün 6, 3 3-ündə müsbət 9. 6 üstə 9 15, 15 3-ə vursaq bizə verir 45. Funksiyasının tərs funksiyası hansıdır? Bu y bərabərdir 2x plus 1 şəklində funksiyadır. Tərs funksiyanı tapanda biz birinci belirləyə bilərik. X ilə y-in yerini dəyişək. Alınan x bərabər 2y üstə gəl 1 və buradan y-i tapmağa çalışsaq, alınan y bərabər x minus 1 bölünsün 2. Yəni A variantı.
Növbəti sualımız toplama teoreminə əsaslanır bu. Sinus alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta. Bu bizə verir sinus alfa çıxılsın beta düsturun. Bu sualı xatırladım ki, buna oxşar sual eyni tipdə olan sual ədəd fərqi ilə qəbula düşmüş, yəni buraxılışa düşmüş suallardandır. Buradan alınır sinus 3x bərabərdir kök altda 3 bölü 2. Buradan 3x bərabərdir yazırdıq. Mənfi 1 üstü k. Arcsinus kök altda 3 bölü 2. Arcsinus kök altda 3 bölü 2 üstə gəl pi k. Yəni 3x bərabərdir mənfi 1 üstü k. Bu da kök altda 3 bölü 2'ni arcsinus alır harda? 60 dərəcədə. Üstə gəl pi k. Hər tərəfini 3'ə bölsək, mənfi 1 üstü k, pi bölü 9 üstə pi k bölü 3. Mənfi 1 üstü k, pi bölü 9 üstə pi k bölü 3 B variantı. Sahəsi 120 olan ABCD trapesiyasında MN orta xəttdir. Orta xətt isə yarıya bölüb tərəfləri. İştiqlənmiş hissənin sahəsini soruşur. Əgər MN orta xətdirsə, onda bu parça ki var, bura bir tutaq ki, L deyək, bura P deyək. ML də orta xətt olur, AK-nın yarısına bərabərdir. Yəni, bura bir A desək, bura olur 2A. Həmçinin də bu PN də KD-nin yarısı olur. KD-nin yarısı olur. Burada neydi? Həmçində LP bərabərdir BC-nin yarısı. Bura B desək, bura 2B'dir. Bura C desək, bura 2C'dir. Ümumi təpədən bir hündürlük endirsək, hündürlük də yarı-yarıya bölünür. Yəni, bura H-dırsa, burada H-dır. Ümumilikdə hündürlük 2H-dır. Trapesiyanın sahəsi üstə oturacaq. Üstə gəl, alt oturacaq. Alt oturacaq, yəni böyük oturacaq 2A plus 2C'dir. Böl 2 vur. Hündürlük 2H-dır. Orta xətt hündürlüyü də yarı bölür. Onda nə olur burada? 2'lər ixtisar gedir. Qalır. 2H vurulsun. A, B, C-nin cəmi bərabərdir 120-yə. Buradan H vurulsun. A, B, C-nin cəmi bərabərdir 60-a. Rəngli hissənin sahəsini soruşur. Birinci rəngli hissə AH bölü 2-dir. İkinci rəngli hissə BH bölü 2-dir. Çünki bu hündürlük həmçinin buna da aiddir. BH bölü 2. Üçüncü sahə də CH bölü 2'dir. Bu H içəri vurulsa, elə məxrəclər eyni olduğu üçün bu kəsirin surəti alınır. Olur 60. Bu da bizə verir 30. Üçədlisinin bir vuruğu x plus 2 olarsa M-i tapın. Qaydamız var buna aid. Əgər çoxhədlinin vuruqlarından biri verilibsə, həmin vuruğu sıfıra çevirən qiymət, yəni mənfi 2, çoxhədlinin özünü də sıfıra çevirir. Burada da x-in yerinə biz mənfi 2 yaza bilərik. Bərabər 0 olacaq. 2'nin kvadratı 4, 3 4'ün 12 çıxılsın 30, üstə gəl M bərabərdir 0. Biz də buradan M-i 18 tapırıq. Növbəti sual. Funksiyasının ən böyük qiymətini tap. Kəsirin ən böyük qiyməti o vaxt olur ki, əgər bunun surəti sabitdirsə, məxrəc ən kiçik qiymət alsın. Bu məxrəcin ən kiçik qiyməti o vaxt mümkün olacaq ki, modul 0-a bərabər olsun. Olacaq 36 bölünsün, 0 üstə gəl 12, cavab 3. Ədədi silsilə verib, ədədi silsilədə ardıcıl hədlər üçün belə bir qaydamız var idi. Ortada duran hədd özündən eyni uzaqlıqdakı hədlərin ədəd ortasına bərabərdir. Onda çarpaz vursaq, A3 üstə gəl A5 bərabər 2A4 alarıq. A3 üstə A5 2A4'dür. Ortada bir dənə də A4 var, bərabər 18. 3A4 bərabərdir 18. A4 bərabər 6 olur. Cavabı soruşur. Yəni A4'ü soruşur. Cavab 16'dır. 48-ci sual. ADY üçbucağında BC-nin DY-yə paralel olduğunu deyib. AB-nin BD-yə nisbəti 4 bölü 3'dür. 4K, 3K. DY 14'dür. BC parçasının uzunluğunu soruşur bu x-i. Oxşarlıq, Fales teoreminə baxsaq, yəni bu balaca üçbucaqla böyük üçbucaq oxşardır. Onda yazırıq AB-nin bütöv AD-yə nisbəti
bərabərdir BC-nin DY-yə nisbəti. 4K-nın ümumilikdə 7K-ya nisbəti, 4K-nın 7K-ya nisbəti. Bərabərdir X-in 14-ə nisbəti. Buradan da K-lar gedir. X-i biz tapırıq 8. Bərabərsizliklər heyətini həll edin. X-ları bir tərəfə yığsaq alınan 2X böyükdür. Deməli 26-dan 5 çıxanda 21. İkinci bərabərsizlikdə X-ları bir tərəfə yığsaq alınan 3X kiçikdir 52. 26-dan 5 çıxanda 21. Buradan alınan X böyükdür 10 tam 10'da 5. Buradan alınan X kiçikdir 14. Yox 14 yox bir dəqiqə. 14 eləmir. 52-ni 3'ə bölsək bu bölünür. 1 üçün 3. 7 üçün 21. 17 tam 3'də 1. 17 tam 3'də 1. Deməli, ədəd oxunda göstərək. 10 tam 10'da 5. 17 tam 3'də 1. Vergül lazım deyil. 17 tam 3'də 1'dən kiçik. 10 tam 10'da 5'dən böyük ədədlər. Yəni, bu da mənfi sonsuzluq, müsbət sonsuzluq deməkdir. En natural ədədinin bu kəsirini düzgün kəsə çevirən qiymətlərinin cəmi. Kəsirini düzgün kəsə çevirən qiymətlərinin cəmi. Düzgün kəsir nə idi? Surət kiçik olmalıdır məxrəcdən. Enləri bir tərəfə, ədədləri bir tərəfə yığsaq, en kiçiyi 8 olur. Natural olmalıdır və bunların cəmini soruşur. Burada bu şərtdə ödəyən ədədlər 7, 6, 5, 4, 3, 2, 1. Amma diqqətli olsaq, biz enin yerinə 1 yazsaq, bu kəsirin surəti mənfi eləyir. Bu şərtimizi ödəmir. 2 və digərlərin yerinə yazmaq olar. 7 üstə 6, 13, 13 üstə 5, 18, 18 üstə 4, 22, 22 üstə 3, 25, 25 üstə 2, 27. Birinci sual. Nöqtələri verilib. AB parçasının C orta nöqtəsi. Orta nöqtəni tapmaq üçün uc nöqtələri toplayıb uyğun koordinatların yəni toplayıb 2'yə bölürdük. C nöqtəsi olur 7 üstə mənfi 13, mənfi 6, 2'yə böləndə mənfi 3, mənfi 3 üstə 15, 12, 12'ni də 2'yə böləndə 6. Deyir, C orta nöqtəsi OY oxuna nəzərən simmetrikdir. OY oxuna nəzərən simmetriyada Y qalır, X işarəsini dəyişir. Cavabımız 3, 6 nöqtəsi. Ədədi silsilədə bunu verib S3'ü soruşur. S3 yəni ilk 3 həddin cəmidir. O da ki A1, A2, A3'ün toplamaq deməkdir. A1 enin yerinə 1 yazırıq. 4 vur 1 plus 5 böl 3. A2 enin yerinə 2 yazırıq. A3 enin yerinə 3 yazırıq. Bu olur 4 üstə 5 9 böl 3. 8 üstə 4 2'nin 8 8 üstə 5 13. 4 üçün 12 12 üstə 5 17 bölünsün 3. Bu bizə verir 30 39'u bölürük 3'ə. Doğru cavabımız 13. Mərkəzi O nöqtəsində olan çevrənin kəsişən iki vətərindən biri 2 dənə vətəri kəsişir. Misal üçün bunlar belə. Biri uzunluqları 27 və 4 olan iki parçaya bölünmüşdür. Digər vətər 1 böl 3 nisbətində bölünür. Yəni növbəti vətər 2 var. Bax bu 1 böl 3 nisbətində bölünüb. Yəni biri hissəsi 1K, o biri hissəsi 3K'dır. Bu vətərin uzunluğu bizdən soruşur. Kəsişən vətərlərin xassəsinə görə qaydamız belə idi. K vurulsun 3K bərabərdir 4 vurulsun 27. Burada 3 ilə 27 gedir 9 qalır. K kvadrat bərabərdir 36. K'nı tapırıq 6. Bu vətərin uzunluğunu soruşur. Bu vətər bütövlükdə 4K olduğu üçün K'nı da 6 bilirik. 4'ü 6'ya vuranda 24. 54-cü sual. A çoxluğunun elementlərinin sayı 7. B çoxluğunun elementlərinin sayı 6 olarsa birləşmənin elementlərinin sayı ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmi. Burada heç bir şərt verməyib. Birləşmənin sayı ən çox 13 ola bilər.
O da ki bu haldadır. Yəni kəsişməsi yoxdur. Olmayan halda onda bunların bu 7-dir, bu 6-dır. Birləşməsi olacaq cəm 13 dənə. Bu onun ən böyük qiymətidir. Bir halda da bunlar kəsişə bilərlər. A çoxluğu və B çoxluğu. Onda bura biz 1 yazsaq, yəni ən az bura 1 element olsa, A çoxluğunun sayı 7 olduğu üçün geriyə 6 qalır. B çoxluğunun sayı 6 olduğu üçün bura 5 qalır. Bir dəqiqə. Ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmi. Ən böyük qiyməti 13 oldu. Ən kiçik qiyməti isə bura baxaq. Yox. Bu səhv oldu. Niyə görə? Birləşmənin sayı ən az o vaxt olar ki, B A-nın alt çoxluğu olsun. Baxın, bu B çoxluğu, bu da bizim üçün A çoxluğu. Birləşmənin sayı o vaxt ən az olar ki, B çoxluğu A çoxluğunun alt çoxluğu olsun. Onda bu halda birləşmə elə nəyə bərabər imiş? 7-yə bərabər imiş. Ən kiçik halda heç bir şərt verməyib də bizə burada. Kəsişməsi haqqında heç bir şey deməyib. Bir dəfə kəsişmə boş çoxluğu ola bilər. Onda birləşmə 13 olar. Bir dəfə də BA-nın alt çoxluğu olan halda ən kiçik qiymət olaraq 7-ni götürəcəyik birləşmənin sayı olaraq. Cavab da 13 plus 7 20-dir. Bunların cəmini soruşur. AD 18-dir. AB növbəti sual 55-ci sual. AB 12-dir. BC-ni bizə verib 16. B və D bucaqları 90 dərəcədir. Bu dördbucaqlının sahəsini bizdən soruşur. Dördbucaqlının sahəsi. Biz A və C nöqtələrini birləşdirsək, bir diaqonal alırıq. Buradakı üçbucaq düzbucaqlı üçbucaq olur. Onda AC hipotenuzunu tapmaq üçün biz kök altda A kvadrat plus B kvadrata müraciət eləyərik. Pifaqor teoreminə buradan 20 alarıq. 20 almış olarıq. Növbəti düzbucaqlı üçbucaqda da Pifaqor teoreminə müraciət edib DC tərəfini tapaq. DC tərəfi. Olar 20-nin kvadratı çıxılsın 18-in kvadratı. Bura bir dəfə A minus B, bir dəfə A plus B yazsaq, 20-dən 18 çıxanda 2, 20 üstü 18, 38. Deməli, 38-i də 2 vur 19 kimi götürsək, alınar 2 kök altda 19. Burada 2 üçbucağa biz baxarıq bir dəfə. Ümumi dördbucağının sahəsini tapmaq üçün ADC üçbucağının sahəsi ilə üçbucaq ABC-nin sahəsini toplamalıyıq. Bu bərabərdir. ADC-nin sahəsi katetlər hasilinin yarısıdır. Yəni 18 vurulsun AD vurulsun DC. AD bizdə 18-dir. DC isə tapdıq ki, indi 2 kök altda 19-dur. Böl 2. Üstə gəl. Üçbucaq ABC. Bunun sahəsi AB vur BC böl 2-dir. Yəni 12 vur 16 böl 2-dir. Burada 2-lər gedir, qalır 18 kök altda 19. Üstə gəl. Burada da 6-nı 16-ya vuranda 96. Belə bir irrasional cavab alınır. Ədədlərdə bir ola bilər uyğunsuzluq olsun, amma yazı tipli sual olduğu üçün cavabı bu şəkildə götürə bilərik. Bu qədər, sağ olun.